Nas suresi Məkkədə nazil olmuşdur. 6 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. Ya Peyğəmbər, de, pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların Tanrısına, vəsvəsə verən, Allahın adı çəkiləndə isə qorxusundan qaçıb gizlənən şeytanın şərindən, o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, o şeytan ki, cinlərdən də olur, insanlardan da.